Süni intellektlə qeyri-əxlaqi məzmunlu materiallar hazırlayanlar da həbs ediləcək. Şəxsin razılığı olmadan süni intellektlə nəsə hazırlamaq 7000 manatadək cərimə və ya 5 ilədək həbslə nəticələnə bilər. Məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu İnsan Hüquqları Komitələrinin birgə iclasında müzakirə olunub, təklif olunub. Bəli, məsələ Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb, süni intellektlə hazırlanmış foto və videonun kənarında onun süni intellektlə hazırlandığını qeyd etmək məcburi olacaq bundan sonra. Bəs bu sayədə yeniliklər hansı dəyişikliyə səbəb olacaq? Məsələni Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə müzakirə eləyəcəyik. Xoş gəlmişsiniz, Rasim. Təşəkkür edirəm dəvətinizə görə. Studiyamıza, bəli. Gəlin elə ondan başlayaq ki, süni intellektlə hazırlanan saxta video və fotoların yayılması sizcə hansı təhlükələrə gətirib çıxarır? Çox ciddi təhlükələrə gətirib çıxara bilər. Ona görə də əgər ölkəmizi götürsək, Azərbaycanda artıq rəqəmsal reallıq mövcuddur və inkişaf edir. Ona görə də biz Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, özümüzdən də asılı olmadan rəqəmsal dünyanın sakininə çevrilirik. Ona görə də demək, Azərbaycan Respublika vətəndaşı olaraq hüquq qarşısında, konstitusiya qarşısında özümüzün vəzifələrimiz, hüquqlarımız olduğumuz kimi rəqəmsal dünyada bir qədər başqadır. Çünki rəqəmsal dünya bilirsiniz ki, bir ölkəni yox, bütün dünya ölkələrini əhatə eləyir və orada da əlbəttə ki, bu tipli kiber cinayətkarlıqla mübarizə aparmaq üçün müəyyən addımlar atılır. Ölkəmizdə də bilirsiniz ki, artıq cənab prezident tərəfindən elə son müddətdə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı bir kompleks tədbirlər həyata keçirilməsini əhatə edən bir fəaliyyət planı qəbul edilmişdir. Və orada müxtəlif deyək ki, texnoloji profilli işlər tapşırılmaqla yanaşı, yəni bunun data mərkəzləridir, bunun superkompüteridir, bunun ümumiyyətlə ölkəmizdə dayanıqlı, belə deyək ki, bir cəmiyyətin formalaşması, kiber təhlükəsizliyin gücləndirilməsidir. Onun bir başqa məsələsi, əlbəttə cəmiyyətin narahat eləyən, onun o normativ hüquqi bazasının formalaşdırılmasıdır. Çünki bu rəqəmsal reallıqla yarandıqca, xüsusən də süni intellekt demək, cəmiyyətə, insanların həyatına daxil olduqca orada ciddi problemlər yaradır. Ona görə də mən belə düşünürəm ki, artıq cəmiyyətdə bu istiqamətdə müəyyən problemlər olduğu üçün Milli Məclis, müvafiq o komitələr bu məsələlərə diqqət ayırmağa başlayıbdır. Çünki artıq, necə deyərlər, cəmiyyətin buna sosial sifarişi var və dövlətin də müvafiq qurumları bu istiqamətdə onlar müşahidə aparırlar, xarici təcrübəni öyrənirlər və qabaqlayıcı olaraq bu qanunların qəbul edilməsi cəmiyyətin xeyrinədir, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasının o səviyyəsini yüksəldirməsidir. Eyni zamanda vətəndaşların hüquqlarıdır, onların şərəf ləyaqətidir, onların şəxsi həyatıdır, onlara mənsub olan hansısa, belə deyək ki, rəqəmsal, qeyri-rəqəmsal mülkiyyətin ələ keçirilməsidir və s. Buna görə də bu tipli artıq süni intellekt əsaslı, süni intellektə qədər onsuz da həmişə kiber təhlükələri var, virusu var, o birisi var, bu birisi var. Amma son zamanlar süni intellektin bu şəkildə, belə geniş şəkildə inkişaf etməsi düzdür, onun müsbət tərəfləri var. Cəmiyyət ondan faydalanır, müəyyən yeni biliklər əldə eləyir, iqtisadi dəyər yaradır, cəmiyyətin inkişafına böyük töhfə verir, insanların sağlamlığı üçün böyük imkanlar əldə olunur. Amma təəssüflər olsun ki, bədniyyətli insanlar, cinayətkar, deyək ki, cinayətkarlıq yolunu seçmiş insanlar bu imkanlardan başqa demək məqsədlərini istifadə edirlər. Təəssüflər olsun ki, müxtəlif demək dediyim kimi süni intellektdən yararlanaraq kiber təhlükələr, bunlar hamısı proqramlardır, bunlar hamısı müəyyən hücum mexanizmləridir, müəyyən ziyan vurma mexanizmləridir, insanların şəxsi həyatına daxil olmaqdır, onların parollarını, şifrlərini ələ almaqdır, onlara mənsub olan bank kartlarından başlayaraq bütün nə qədər insana mənsub olan bütün o məsələlərə böyük təhlükələr, bəzən də görürsən ki, nəticələr də var, negativ nəticələr də var. Bu cəmiyyəti narahat eləyir. Hazırlanan videolarda nişanlanma olacaq xüsusi. Sizcə bu nədir, nəyə görə vacibdir? Birincisi real məkanda da hansı məhsul istehsal olunursa onun mənşəyi bilinməlidir, onun üzərində bilinməlidir ki, bunu kim istehsal edir, bunun tərkibi nədir, ziyanı nədir, o birisinə, bu birisinə. Yəni bəzən videoları ayırd eləmək. Bəli. Ona görə necə ki, real olaraq maddi hansı nəsə istehsal olunursa, onun məsuliyyəti var, onun identifikasiyası var, onun necə deyərlər, tərkibi var, alıcı
tacirın özünün bilməlidir ki, bu nəyi istifadə edir, nəyi istehlak edir və s. Təxminən həmin o süni intellekt əsaslı materiallarda da o işarələr, o metqalar, o müəyyən labelların olması çox təbiidir. Çünki qarşında olan materialı adi vətəndaş bilmir ki, bu təbiidir, sünidir, nə bilim, bunun məqsədi nədir, buna inansın, buna inanmasın, bunu əsas götürüb hansısa qərar qəbul etsin, etməsin. Bax, belə təhlükəli məsələlər var. Ona görə də süni intellekt düzdür, çox sürətlə belə imkanları artır. Cəmiyyətin müxtəlif sahələrində, hərbdən başlayaraq, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində əlbəttə onu həmişə nəzərə almaq lazımdır ki, süni intellekt insan zəkasının məhsuludur. İndi insan zəkasının hamısı da, necə deyərlər, xoş niyyətə demək, xidmət eləmir, hesablanmır. Ona görə də təbiidir ki, fərqi yoxdur. Əsasən xarici mən nəzərət duram, ölkə daxilində də, ölkə xaricində də, müxtəlif yerlərdə də müxtəlif motivasiyalarla, müxtəlif məqsədlərlə həm dövlətimizə qarşı ola bilsin müəyyən və ya belə deyək ki, məqsədlər ola bilər, cənab prezident apardığı bu siyasət, ölkəmizin əldə etdiyi nailiyyətləri kimlərsə həzm eləyə bilmirsə, ölkəmizlə bağlı belə pis, belə materiallar istehsal edib yaya bilir. Pis PR ola bilər. Bəli, pis PR ola bilər, dezinformasiya yaya bilərlər. Bir də ki, indi ayrı-ayrı qruplar görürsən ki, belə deyək ki, qeyri-qanuni yollarla varlanmaq, kiminsə vəsaitini ələ keçirmək, kimə qarşı hansısa, kiminsə sifarişi ilə, kiməsə qarşı şantaj elementləri eləmək, hansısa montajdan deyirlər də, həmin süni intellektdən istifadə edərək hansısa cəmiyyətdə tanınmış bir şəxsi, istər tarixi olsun, istər mövcud olsun, bizim milli dəyər daşıyıcıları olan o şəxslərə qarşı müəyyən xoşagəlməz, belə deyək ki, güya video kliplər hazırlayırlar. Bunlar hamısı Azərbaycanı sevməyən qüvvələrin işləridir və qara, belə deyək ki, biznesinin təzahürləridir. Cinayət Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər sosial şəbəkələrdə bu qəbildə olan videoların sayının azalmasına səbəb ola bilərmi? Mən belə deyim, ümumiyyətlə belə deyək ki, insan və cəmiyyətin arasında bir qanuni bir sədd var. Gərək cəmiyyətdə sən özü bütün davranışları ya mental dəyərlərlə tənzimləyirsən, həm də etik normalar var ki, o etik normalarla indi onun hamısı qanunda əks olunmur. Yəni cəmiyyətin özünün tarixindən gələn, onun adət-ənənəsi var. Cəmiyyətdə formalaşmış böyük, kiçik və s. kimi etik normalar var. Bir də qanun var. Çünki qanun, necə deyərlər? Hər kəs əməl eləmir, ona görə qanun qüvvəyə verir. Bəli, qanun özü sosial sifariş kimi ortaya çıxır ki, yox, mütləq bu çərçivəyə salınmalıdır, mütləq bu müddəalar öz əksini tapmalıdır. Əgər belə edərsən, onun demək cəzası bu olacaq və s. Hal-hazırda bayaqları qeyd etdiyim kimi, Azərbaycan vətəndaşı, Azərbaycan cəmiyyətinin qarşısında onun arasında bir qanun var. O dediyim başqa, o bariyerlərlə başqa. Yəni ki, onun etik çərçivəsi var, onun başqa qanun var. Bilirsən ki, bunu qanunu pozarsan, bunu edərsən, necə deyərlər, cəzasını alarsan. Amma rəqəmsal dünyada o qanun özü bu dəqiqə kövrək heç bəzi hallarda yoxdur. Bəzi şirkətlər də xaricdə, transmilli şirkətlər bundan, necə deyərlər, milyardlar, trilyonlar qazanırlar. Heç maraqlı da deyirlər ki, internet dünyasından tənzimləmə getsin. Çünki onsuz da belə sərf eləyir. Çünki bu qarmaqarışı onlara böyük dəyər gətirir, böyük vəsait gətirir. Təsadüfi deyildir ki, indi adlarını mən çəkmirəm, neçə misal üçün milyarderlər indi son zamanlar trilyonerlərdən danışmaq istəyirlər. Ona görə də təbiidir ki, bütün bu ölkəmizdə rəqəmsal inkişafı təmir etmək, Azərbaycanın bax bu rəqəmsal dövlətinin yeni arxitektur əsasında inkişaf etdirmək, dövlətimizin gücünü artırmaq, dövlətimizin həm real məkanda, həm də virtual məkanda onun kiber suverenliyini, yəni onun dayanıqlığını, o konstitusiyadan gələn vəzifələri həyata keçirmək, təmin etmək məqsədi ilə cənab prezidentin verdiyi tapşırıqların əsas məqsədi ölkəmizin kiber suverenliyinin təmin olunmasıdır. Yaxşı termindir, kiber suverenlik. Bəli, bununla bağlı bizim bu yaxınlarda konferansımız da oldu. Ona görə demək istəyirəm ki, ölkəmizin cənab prezidentin apardığı siyasət, dəmir yumruğun nəticəsi olaraq Azərbaycan Respublikası suverenliyini qazanıbdır. Real məkanda bu hamısı gözümüzün qabağındadır. Bu böyük nailiyyətdir ki, Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının hüquqları, Azərbaycan dövlət maraqlarının təmin olunması üçün kiber suverenlik ali məqsəd kimi qoyulub qarşıya. Onun da təmin olunması üçün müxtəlif mexanizmlər var. İndi bunun üzərində vaxtımız yoxdur, onu dayanmaq istəmirəm. Amma eyni zamanda əlbəttə
əlbəttə ki, bütün bu qəbul edilən qanunlar, bunların sayı da çox olacaqdır. Bunlar hamısı müxtəlif, deyək ki, o tənzimləyici sənədlər, həm beynəlxalq təcrübə, həm beynəlxalq qurumların verdiyi tövsiyələr, yəni beynəlxalq çərçivədə formalaşmış bu artıq formalaşmaqda olan dəyərlərin Azərbaycana gətirilməsi, həm də Azərbaycan Respublikasında artıq göz qabağındadır ki, cəmiyyətdə belə negativ hallar var. İnsanları narahat eləyir, dəyərli insanların özünün nüfuzunu aşağı salır, tərbiyəsiz, əxlaqsız, hansısa belə xoşa gəlməz, belə materialların hazırlanması böyük narahatlıq yaradır. Ona görə də dövlət tərəfindən belə bir adılmasını çox təbiidir. Ona görə də vətəndaşın qarşısında süni intellektdən demirlər ki, istifadə etmə. Dövlət maraqlıdır ki, onun vətəndaşı o texnologiyalardan yaxşı istifadə etsin. Produktiv olsun. Nə qədər o texnologiyadan yaxşı istifadə etsən, nə qədər ağıllı istifadə etsən, nə qədər o texnologiyadan istifadə edib dəyər yaratsan, özü inkişaf etdirsən, cəmiyyətə töhfə versən, dövlət onda maraqlıdır. Dövlət narahatlığı onda ki, o həmin o cinayətkar əməllər demək bütün bu aparılan işlərə kölgə salır, müəyyən cinayət izləri qoyur. Həmin o rəqəmsal vətəndaş ilə o süni intellekt məhsulları arasında qanunun bir pərdəsi olmalıdır. O pərdə yoxdur. Ona görə də belə hallar ortaya çıxır. Ona görə dövlət maraqlıdır ki, süni intellekt geniş tətbiq olunsun. Cənab Prezident də deyir ki, dövlət hakimiyyəti orqanlarında süni intellekt agentləri demək tətbiq olunsun, virtual köməkçilər olsun. Bütün bu, bəli. Amma cəmiyyətin və dövlətin o texnologiya güvəni olmalıdır, etimadı olmalıdır. Əgər güvən, etimad yoxdursa, nə vətəndaş ora inanacaqdır, nə o həmin aləmin rəqəmsal vətəndaşına çevriləcəkdir. Ona görə də bax, dövlətin apardığı bu iş çox təbii olaraq Cənab Prezidentin qəbul etdiyi siyasətin əsas prioritetlərindən biri cəmiyyətdə həmin texnologiyalara, həmin qabaqcıl o, deyək ki, belə qurğulara düzgün istifadə eləsin, inam olsun, güvən olsun, etimad olsun ki, ondan istifadə eləsin. Sabahları sən həmin o süni intellekt daşıyıcısı olan hansısa bir qurğunu sən evə buraxasın. Sən iş yerində müəyyən işləri aparacaqlar, köməkçi olacaqdır. İndi bu günləri dünyada görürsünüz ki, müharibələrin taleyini süni intellekt təmin eləyir. Yəni artıq gözünün qabağındadır ki, süni intellektə əsaslanan qurğulardır, dəqiq qurğulardır, intellektual qurğulardır, nə bilim mən düşməni o birisindən seçən qurğulardır və s. Bunu siz görürsünüz. Həmin söhbət Azərbaycan cəmiyyətində də olacaqdır. Özü də ki, qarşıya qoyulan məsələ bundan ibarət 3 il ərzində Azərbaycanda böyük bir yeniliklərin demək ki, ortaya çıxması gözlənilir. 2026-2028-ci illər ərzində Azərbaycanda Cənab Prezident rəhbərliyi altında burada Cənab Prezident eyni zamanda bu prosesləri daim nəzarətdə saxlamaq üçün Rəqəmsal İnkişaf Şurası yaradıbdır. Hörmətli Mehriban xanımın rəhbərliyi altında Rəqəmsal demək ki, İnkişaf Şurasının elə məqsədi bütün o proseslərin harmonik şəkildə, cəmiyyətin marağına xidmət edən şəkildə, insanların şərəfini, ləyaqətini, onların hüquqlarını qoruyan şəkildə və dövlətin özünün təhlükəsizliyin bütün komponentləri üzrə siyasi, ideoloji, mədəni və s. bütün təhlükəsizlik komponentləri üzrə o rəqəmsal dünya daxil olanda biz əmin olmalıyıq, dövlət əmin olmalıdır ki, orada bizim kiber sürələri təmin olunacaqdır. Rasim, beynəlxalq təcrübədə necədir? Süni intellektlə bağlı hansı hüquqi mexanizmlər var? Yoxsa biz bir ilk ölkə olaraq bu addımları atırıq? Yox, əlbəttə ki... Qonşu ölkələrdə hansı bir təcrübə varmı? Yəni, belə bununla bağlı tənzimləyici sənədləri nəzərdə tutulur. Əlbəttə ki, var. Yəni, bunu mən Amerika Birləşmiş Ştatlarında bununla bağlı müəyyən qanunlar var. Eyni zamanda Avropa İttifaqı 2 il bundan öncə süni intellekt haqqında qanun qəbul edibdir. Yəni, bu belədir də. Yəni, harada süni intellektlə bağlı müəyyən inkişaf varsa, müəyyən nəticələri varsa, əlbət o pərdə, o qanunun pərdəsi qoyulmalıdır ki, həmin o süni intellekt, necə deyərlər, əndazəsindən çıxmasın. Ondan bəd niyyətlər üçün istifadə etməsin. Çünki süni intellekt özü göydən gəlmir. Onu insan yarar. Onun arxasında da insan var. O insanın ağlından, qabiliyyətindən, məqsədindən, məramından, niyyətindən çox şey asılıdır. Ona görə də qanun belə şeyləri tənzimləyir ki, məhsullardan istifadə edib belə ziyanlı materiallar istehsal etməsin. Üstəgəl də indi növbəti addımlarda o məhsulları kim yaradır? O süni intellektin özünün belə deyək ki, yemini, datasını kim verir? Bəlkə o data özü zəhərlidir. Bəlkə o datanın özü təhrif olunmuşdur. Bəlkə o datanı belə şeylər var. Yəni bir beynəlxalq belə deyək ki, terminlərdə var ki, süni intellektin o datası zəhərlənməli deyil, təhrif olunmalı deyil. Sən elə data verərsən ki, süni intellekt sənə belə deyək ki, heç
heç də xoşa gəlməyən qərar verər və cəmiyyət üçün, insan bazada üçün qalır, yəni digərlərinə də sirayət yəni o edir. datanın özü belə deyək ki, steril olmalıdır, təmiz olmalıdır, həqiqi olmalıdır. Siz necə düşünürsünüz? Bu informasiya təhlükəsizliyi üçün təhdiddirmi? Birbaşa. Yəni o dediyiniz o bütün məsələlər kiber təhlükəsizliyin qarşısında duran vəzifələrdir. Yəni orada kiber təhlükəsizlik nədir ki, insanların şəxsiyyətinə girmək, onun parolunu sındırmaq, onun hansısa bir sir məlumatları varsa dövlətin və yaxud da ki, kommersiyanın, yəni orada çox çeşidli təhlükələr var ki, amma son zamanlar bu süni intellektin imkanlarını istifadə edərək, bu generativ süni intellekt deyirlər, diyaloqun əsasında işləyən süni intellekt varsa, o diyaloqa daxil olmaq, onu yönləndirmək, tendensiyoz olaraq müəyyən bir nəticəyə aparmaq, müəyyən pis nəticə əldə eləmək və yaxud da ki, o insanların yanında müəyyən o data resurslarının əsasında yaradılan o avtonom süni intellekt agentləri deyirlər ki, o datanı sən özünü elə verərsən ki, onun da özünün də müəyyən üsulları var ki, datanı daima zəhərləsin, daima onu təhrif etsin, daima o elə bir həqiqəti əks etdirməsin. Təbiidir ki, yalan datanın üzərində də yalan qərar çıxacaq ortaya və cəmiyyəti və yaxud da ki, hansısa demək, məsələlərə demək, çox pis hesab eləyin ki, bu kritik infrastrukturdur. Hesab eləyin ki, bu atom elektrik stansiyasını idarə edən agentdir. Hesab eləyin ki, bu elektrik stansiyasını, hesab eləyin ki, bu nəqliyyatı, aviasiyanı, dəmir yolunu idarə edən nələrə səbəb ola bilər. Təşəkkür edirəm. Mənim studiyamıza gəlib suallarımızı cavablandırdı.